Bismillahirrahmanirrahim. Ulu Tanrı'nın adıyla. Cəhalət mühəndisliğinin 259.1-cisini başlayıram. Çünki keçənki cəlsədə təəssüflə internet kəsilib və 20 dəqiqədən sonra, yəni bərnamənin əsli yerində kitab oxuyacaqdım və kitab mərifə edəcəkdim. Kəsilib internet. Mən o videonu əlbəttə Instagramda canlı gedib də, amma kitab görsənmir ki, mən nəyin üzərində danışıram. Onu da YouTube-a upload elədim, amma yenidən qeyd edirəm, onu bir də təkrar eləyəm. Biraz az üstündə zaman qoyacağam, çünki Instagram vardı. Ondan sonra bəlkə bir ayrı kitaba da başvurduq. Keçənki cəlsədə download bölümündən getdik və kitablara başvurduq və oradan bir dənə kitab tapdıq. İndi mən onun adını burada yazmışam. Kitab Princeton Universitetində saxlanır Amerikada və Nəval-ı Füzəla deyə ad yazıblar internetdə, amma 3 adı var bunun. Ki mən hər üçünü də burada yazmışam və sizin üçün ərz eləyəcəyəm. Bunun bir adı Fərhəng-i Şuuri, bu adla kitabın özündə yazıbdır ki, bu adda. İkincisi Nəval-ı Füzəla və üçüncüsü ki, əslən kitabın öz əsli adı hər cildinin üstündə başlanğıcı ondandır, Lisanul Əcəm adındadır. Kitab 1844 səhifəyə yer veribdir və yazan ya yazdıran Benğazi vilayəti, Libidə olan Benğazi vilayətinin valisi tərəfindən yazılıbdır. Kitab daş çapıdır, daş basmadır və 1296-cı ildə, yəni 157 il öncə bu kitab çap olubdur. Zahirən kitab Sultan Məhmud Xan ibn Sultan Qazi Mustafa Xan ibn Sultan Muhammed Xan zamanında çap olubdur. Amma amması var. Bu nədir bu? ChatGPT-dir ki, belə bir adda bir adam yoxdur. Bir də ChatGPT-də nədir olsa, burada bir problemə düşübdür. Görüm, aça bilsən, təzəşdən necə açılsa. Tamam. ChatGPT dedi ki, belə bir adda bir adam yoxdur. Bəlkə bu fərqli bir adamın adıdır. Görüm, indi onu tapa basam. Bunu da əlbəttə mən bir dənə araşdırma da yapırdım. Görüm, onu eləyə bilsəm, buradan əvvəl onu tapım. Bu sonudur. Deyir ki, burada Sultan Məhmud-i burada belə bir şey deyir ki, Sultan Məhmud Xan ibn Sultan Mustafa Xan ibn Sultan Muhammed Xan deyə bir adam yoxdur. Bəlkə bunun ayrı cürü vardı və onu da beləsi yazır ki, dədəsinin adı Sultan Mustafadır. Yəni Sultan Mustafa, böyük babasının adı bu. Deyir, əgər belə olsa düzdür. Yəni gərək ola Sultan Məhmud Xan ibn Sultan Mustafa Dovvum Xan ibn Sultan Muhammed Xan Çarrum. Belə bir şey olsa düzdür. Əlbəttə bu niyə yenə dürüst çini? Bəli, bu olacaqdır. Biz də belə yazmışıq. Sultan Məhmud Xan ibn Sultan Mustafa. Bəli, Sultan Məhmud Xan ibn Sultan Mustafa Xan ibn Sultan Muhammed Xan. Biz də belə yazmışdıq və hər halda bunun tarixini də tapdıq ki, o zaman yazılıbdır, o zamana rast gəlibdir. Kitab amma bəllidir ki, bu zaman çapa verilibdir. Yəni bu çap tarixidir, daş çap tarixidir. Yazılmaq tarixi kitabın sonunda 2-3 dənə özü tarix yazıbdır. Yazıb ki, 1155-də çapa gedibdir, İstanbulda çapa gedibdir, Osmanlıda. Və əlbəttə 1075-də bunu nüsxəçi yazıbdır. 1017 və əlif 1017-də
bunu yazan yazıbdır ki əlbəttə zahirən 1005-də ayrı adam, bir ayrı kitab başlayıbdır. Tamam, o da heçdir. Hər halda bu kitabı keçənki gün oxumağa başladıq. Mən ondan bir neçə sətir əvvəlindən və sonundan oxuyacağam. Ki görək eləyə bilsək onları. Nəval Fuzəla üçün 1844 səhifədir. Əvvəl bunu deyim ki, bu kitab da istəmirəm çox oxuyam, çünki ərəbcədir kitab. Ərəb dilində yazılıbdır. Yox, üzr istəyirəm. Türk dilində yazılıbdır. Amma fars dili haqqında yazılma bir kitabdır. Çox elmi bir iş görüblər. Mən yenə də burada öz nəzərimi deyim. Mənim nəzərimdə keçən 250 ildə çap olan kitablar düşmənlərin özləri müstəqim ya casusları ilə, Framasonla o kitablarda əl aparıblar, onları dəyişdiriblər. O cümlədən fars dili deyə bir şeyə belə bir kitablar da yazılıbdır. Bu kitabın mənə elmi ərzişi yoxdur. Mənə dilçılıqdan, türk dilçılığının gücü haqqında bunun mənə ərzişi vardır. Qeyd edirəm, kitab bu ki, əlan 1844 səhifəni görürük. Burada 2 cildi yazılıbdır. Amma bu kitab özü neçə cildidən ibarətli cildilərini görürük. İstəmirəm çox danışaq kitabda. Bu da Princeton Universitetdə, yəni Princeton bilim yurdunda saxlanır. 7 səhifə əvvəldə ağdır və sonra burada Vali Vilayəti Benğazi 1296 deyə tarix qoyubdur, Rəbiyül Əvvəl. Və burada da görürük ki, Əl-Qazi Sultan Mahmud Xan ibn Sultan Əl-Qazi Mustafa Xan ibn Sultan Əl-Qazi Muhammed Xan ona təqdim olubdur və aşağıda da vəzirin və bu tərəfdə də bir ayrısının adını yazıbdır və Fiqustin təniyə 1193-də 1103-də bu buradadır, bu yazılıbdır, yəni töhfə olan tarix 1103-dür. Amma çapxanada burada orada əvvəldə yazılmışdı kitabın cildində, əgər iştiba eləməsəm, yox, bu o deyil. Bu o deyil. Burada da İngiliscədə bu kitabxananın əşğasında yazıblar bir şeylər. Məsələn, burada yazılır 1155-də bu şey olubdur. Çapa gedib, onu mən dedim. Əlapa. Bəli, 1155-də də çapa gedibdir. Yəni 2 ildə bunun çəkilibdir yazmağı. Burada əvvəldə kitabın tanıtdırmağıdır. Xülasə bir vəziyyətdə mən bunu üçün qabaqcan oxumuşam. Bir xülasə oradan buradan oxuyacağam və görək ki, nələr vardı. Kitabı dünən göstərmişik, biraz köhnəlibdir, amma şeydir, miftah. Məlum müqəddəmədə hurufi təhəccidən dəvaxil və ləvahik kəlmə olan hurufun əməlləri və müstəqillən və min heysüd duxul və luhuq ifadə eylədiyi məanisi müstəşhədati ilə zikr və mövquf mənayı axər məqsudi kəzalikə şəvahid ilə təsrif və əyan və dəftər sanidə 2-ci zildə müfredat əsmadən müştəq və camid və mənqul və mürtəcəl və müfrəd və mürəkkəb olan lüğati həmçunan istişhad əbyat bulğay əcəm ilə təfsil və təbyan və xatimədə nusxi mətbui mərqumənün səbəbi təlif və keyfiyyəti təsnif və tarixi bidayət və nəhayəsin və müctəməə olan lüğat farsiyyeyi sərfə və mücəmə və lüğat ərəbiyyədən nəzd farsiyanda gayət şiyu ilə müstəməl olan əlfaz lətifə və əbyat müstəşhədənin edadi və kitabi kiyabi məzkurədə məstur olan əlfaz məcmuənin min qeyri tərk şeyin به جملتها تحریر و ترگیمیز təmənni və rica məalində təstir huruf olunmuşdur. Amma təriq tərtibi müqəddəmədə
vuku bulan hurufi müfrede bulunduğu miqdar tərtibi ilə tənmiq və dəftər əvvəldə məsturə, zurub, əmsal və istilahat və kinayatun ancaq əvaili riayət huruf təhəcci üzərə tənsiq və dəftər sanidə موفوره مفردات اسمانون حرکاتی باب و اواخری معه ile ترگیم olunub availi kəlmədə vaqi əlif əmdudədələr ikişər əlif ilə tərsim olunmuşdur. Məsələn, əvvəli əlif məmdudə olanlar bab əl-əlifil məmdudə mə'əl əlif Alifdə, mə'əl bab, mə'əl ta ilə axir bab filan beləsi gedibdir. Burada bunu gördük. Bundan sonra 2 səhifədə fehrist yazıbdır və fehristlərin şumarələrini qoyubdur. Ondan sonra gedir kitaba, kitabın özünü göstərirəm. Burada kitab nə cür başlanır? Kitabın adı cildin özünün üstündə yazıbdır. Min lisanil əcəm. Amma sonunda yap son səhifəsində ki gedirəm indi burada da 7 səhifə gərək qeydəm dalıya görəm ki nə yazıbdır burada? Burada fərqli bir şeylər də yazıbdır. Fəqət təmmə əl-cildu sani min nusxatil mətbu'atil müləqqəbəti be fərhəng şuuri. Müləqqəbəti fərhəng şuuriyə vəl müsəmmati be nəvalil füzəla, nəval füzəlaya da adlanıbdır və lisanil əcəm, müsəmma olub yenə lisanil əcəmə. Be ouni mən zeyyənəl əlsinətil miləli vəl uməm be lüğətin məxsusatin və əlləmə bil qələm əla. İndi kim yazıbdır? Əla yədil həqir əl-mə'muri be əməli ət-təb. O təb idarəsində, çap idarəsində olan insan fiddari təbaətil mə'murəti fi qərrəti şəban əl-müəzzəm çap olduğu şəban ayının səni 55 və mə'ətə və əlif 1155-ci ildə min hizrətin mən ləhu Qustentiniyə sanəhəllahu teala min ənva afatil koniyyəti vəl-bəliyyə. Burada da bunu görürük. Əşğada da 1155-i yenə də burada görürük ki yazıbdır, qoyub bura. Əlbəttə bundan sonra bir neçə yerdə də eyni buna tay həm 1-ci cildin axirində, həm 1-ci cildin əvvəlində bunları görürük. Bu kitabın hər halda bir də qeydirəm əvvəldən bu şeyi gördük, adı gördük. Ad olan yerdən bir neçə səhifəsini, mən bunu gedim üstə biraz ki eləyə bilim gəlim, çox zahirən getmişəm aşağıya. Bu kitabın əvvəlində gördük bura adıdır, kimə verilibdir və burada da 1153-ü göstərir ki, burada yazıdır, çap olmamış deyil. Burada hələ feylən yazını göstərir. Burada da müqəddəməni oxuduq. 2 səfə fehristi vardı və gəldik kitabın əvvəlinə. Kitabın əvvəlində görək nə deyir? Burada bir-iki dənə önəmli bir şey vardı. Qalanı məncə də türk dilçiliğindən görə gözəldir. Yoxsa fars dili haqqında olduğundan məncə bu o kitablardandır ki, düşmənlər çalışırlar türklərin və müsəlmanların beyinlərində fars dili deyə bir şey yaradalar. Mən buna inanıram. Bismillahirrahmanirrahim ilə başlayıbdır. Elhamdülillahillazi əlləməl insanə ma ləm ya'ləm və kərrəməhu bima fi xüsusiyyətihi və əlləmə bil qələm və xələqəhu bi əhsəni təqvimin və cəalə müstəiddən littəəllüm və tə'alim və sallallahu alə mən utiyə cəvami'il kələmi vəl fəraidil hikəm ən-nəbiyyil mükərrəm və rəsulil muəzzəm Muhammed el-Mustafa sallallahu ta'ala aleyhi və səlləm və alə alihi və itrətihi salatun qaimətun bi qiyamil aləm və alə əshabihil muhdiyinə və xulefâihir raşidinə xeyril uməm min qəbail ərəbi vəl əcəm. Qutardı. Özün dedi, tanıtdı özüm kiməm, mən Allahı qəbul edirəm. Allah ki insanı yaradıbdır ki, insanda hissat bilmirdi, amma ona örgədibdi. Sonra da deyir ki, Həzrəti Muhammədi də qəbul edirəm. Sonra deyir ki, onun alı oğladını da qəbul edirəm, itrətini də qəbul edirəm. Sonra deyir ki, əshab-ı məhdiyyin və xulefai raşidini də qəbul edirəm. Ki, fərq eləməz bunlar hər kəsdən ki,
olmuş olsunlar, ərəb olsunlar ya əcəm olsunlar. İndi bu ərəb və əcəm sözü iki dana müşəxxəs bir şeydir, qavramdır. Ərəb, hər kəs ki ərəbdir və özün ərəb tərif edir, baxın demirəm dövlət ha, hər kəs ki ərəbdir, nənə-dədədən ərəb doğubdur, ərəb dilində danışır, bir 4-5 nəsli heç olmasa ərəbdir, o elə öz-özünə ərəbdir. Dünyada da bu qəbul olubdur. Yəni bir nəfər indi duraq Kanadadan gedir, ya mən 5 nəsli bundan qabaq dədəmgil Ərəbistandan durublar, gəliblər bura, 5 nəslidir mənim Ərəbistanda sicillim yoxdur. Onun dədəsindən əgər bir xəbər tapsalar ki, bunun dədələri 5 var imiş filan yerdə, bu adam otomatik Ərəbistanlı hesab olar. Dünyanın hər yerində bu cür, Amerikada da bu cürdür, İngilistanda da bu cürdür, hər yerdə bu cürdür. Əcəm Farsa deyirlər, qeyri ərəbə demirlər. Əcəm Farsa deyirlər. Türk, türkdür. Onun üçün əcəm deyəndə gedir Farsa, farslılara əlbəttə mümkün məsələn ayrı bir şeydir, amma türkçə türk deyirlər. Ya müsəlman deyirlər, bunu da deyim. Yəni dünyanın hər yerində müsəlman deyəndə türklər nəzərə gəlir. Amma bəd, bu fəqir kəsir-ü təqsir, qəlil-ül bizaət, ədimül istiatə, əl-camiə. Üzrüsəm, əl deyil, li-camiə. Li-camiə burada məmulən danışqah üçün ya cəm üçün, toplamaq üçün belə bir məna verməlidir, amma şeir deməkdir. Kəmal əql fəhmin purqusuri, xəta və ədisinin sahib şuuri. Nəsr, yəni sözünə davam istir versin. Amma nə dedi? Dedi bu fəqir kəsirül təqsir, qəlilül bizaət, ədəmül istitaət, zamanı kəsb kəmal və təhsil mərifət ki, adın demədi. Qutardı, yadından çıxdı, adın yazsın, elə beləsi davam edir, mən də onu biraz oxuyayım, bu səfəni oxuyayım, gedək axir səfiyə. Xəta, tamam. Zamanı kəsb kəmal və təhsil mərifət ki, o əvan istitaət və vaxt qudrətdir, uhud əyyam ömr səri'ü seyr zayi şudi, hava və həvəs və nüqudi nüqud nəqdilər, nüqudi sərmayi iqtidari tizgüzəri sərf kərdi xahişi nəfs arzu mültəmis edib. Gene camiə, li camiə şeir. Həvəsümni به هوس ماندنی و عقل به عقل غالبا خلقت من نیست چو آدم اول. من baş tapmadım bu şeir nədir? Amma nəsr müstaqincə, yəni bu şey hala burada deyir, bir halət məqulə ilə ovqat güzar və bir hərəkət məqbulədən bəhrədar olmayıb əyyam əbəs murur və bihudə güzəranda نه خاک رو به آستان اصحاب جاه و جلال المغله تنعمات مرادات دنیویه واصل و نه خدماتی کفش گردانی ارباب فضل و کمال اتمکله سعادات ابدیه و اخرویه حاصل olub. Yani gene şeir licamia ne zevk dünyeden behre ne nef ukhravi ruzi تأسف خوردگی و نادم توهی kaf qaldı dil heyran. Bu da bir şeirdi, getirdi burada gene nəsr. Ta ki tarix hicrət əleyhim mən ləhul izzu və şərəf hududi səneyi 75 və əlif. Deyir ki, beləsi mən min hududi səneyi 75 və əlif 1075. Burada əlavə eləyim zahirən ki bu tarixlər məni burada 1075 1075 olanda indi bunu biz burada bir şeydən maşın hesabdan geçirdik. 1447-ci il deyirik.
ondan tutaq 1075-i qalar 372 il öncə bu adam başlayıbdır bu kitabı yazmağa. 372 il öncə yazmağa başlamış. Tamam. Birinci burada bu tarix, indi doğru tarix beləsə ələ gəlir ki, tarixi hicrəti əleyhi mən ləhul izzu və şərəf hududi sənəyi 75 və əlifə irədikdə, yetişdikdə camiə, yenə şeir deyir, yaddan söz çıxır. Sərb zanuy təhəyyürdü xirəd bi tədbir, didə bərbəsti təhəssürdü gönül padərcil. Nəsr bir ruzi firuzi behcət buruzidə xatiri fatiri heyrətənduzə çox təmtəraqlı bir yazıdır. Yəni bu Fars dilində bu ədəbiyyat var. Fars dilində biz bu ədəbiyyatı görürük. Elə orada da deyirlər ağır ədəbiyyatdır. İlham-ı məsərrət əncam-ı həzrət-i bari layəh. Bu layəh nə deməkdir bilmiyorum. 1075'də bir namə gəlibdir. Bir ilham gəldi Allah tərəfindən, bir dənə də bərid gəldi, yəni namə gəldi. Olub dideyi, qəmdideyi, nömətül bətalin, bətalin yəni təmbəllər də, beləsi deyək. Rəqədi-i qəflətdən mütəqəyyiz və quşadə. Mütəqəyyiz yəni yuxudan durmaq. Mütəqəyyiz və quşadə və dilbəstəyi, dili dəmbəstəyi, əcz و qusuri və sadeyi nərmi əl-kəsəl-u əhla minəl-əsəl, kəsalət əsəldən şirindi deyə təkasülündən mütəxəllis və azad edilib. Deyir ki, bu bir tənbəlliğə başım qatışmışdı. Deyir ki, ondan bu namə, bu əmr gəldi, bu şey, ondan qutardım. Sözü beləsi gərək tutaq. Şeir yenə də, licamiə, nəzər saldıqda ətrafa göründü ruy şadani, xəlas oldu gönül qəmdən, ərişdi lütf Rəbbani. Qutardı. Şeiri də dedi ki, bir dana böyük surur əfzadə mənəsi xatir qəmfərsadən, ərus əndişə isabət bişə cilvə numa və secənci, bu nəmə deməkdir bilmədim, secəncil əql jəng zodan adən suvənd Faris olsa yine atminən. Amma inanmıram. Fars begusəstə ənan, bəl, Farisi begusəstə ənan, Hələbi-i bətalət olan və həm kahili fifayı. Bu fifa nə deməkdir mən bunu bilmirəm, amma burada soruşum. Yanımızda bir şey açmışıq. Ondan bir soruşuq. Fifay Türkçədə nə anlamı daşır? Görək ki, nə deyir? Türkçe lüğəvi müstəqil nə darət? Çün geçnamə ixtisari, gördün getdi ora, futbala getdi. Belə bir şey yoxdur. Osmanlı zamanında işlenen bir sözcük olmalıdır. Görək nə deyir? Acaba buna bir söz deyə bilir. شما دنبال یک واژه عثمانی ترکی با الفبای عربی هست که در آن زمان برای نهادی مثل فیفا gördünüz yəni bu eləyə bilmədi. Onu tapsın desin ki FIFA burada nə mənədir? Ehtimalən bəlkə də ərəbcə sözdür. Hər halda bunu mən keçən dəfə də zehnimə FIFA'dan sonra bir şey gəlmədi amma fay ərəbcə sözü olacaqdı. Fi billah qoy görək fay sözü nə deməkdir? Fay
ما معنى الفاء في اللغة العربية؟ ليست كلمة عربية أصل لفظ من الأبجد اليونانية ويستعمل في العلوم الرياضية في اللغة العربية. لا يوجد لها معنى لغوي عربي مستقل لأنها ليست من جذور العربية. عربي sözü değil. لكن عندما تستخدم داخل العربية في العلوم يقصد بها العادة الأول بداية الرقم الأول رقم الأول مثل قولهم الفاء وأميغا أي بداية والنهاية. الفاء والأميغا المرحلة الأولى مثل النسخة الفاء من البرنامج أي النسخة التجريبية الأولى الشيء المتقدم أو القائد. Tamam. Bir şey ki hala hər halda bunu deyir ki, belə bir şey ərəbcədə deyil, ayrı dildən gəlibdir, işlənibdir. Kahilun fi fay bikeran təəmmülatdən və pu və haris. Yenə görürsünüz, burada bəzi kəlmələr yazıb ki, mən baş tapmadım. Cuşey nişinani hücre-i kesalet olan fikri zahil gayri bi payan teakkülde tariq-i çariyi cüstücu etdikdə geniş etdi şeirə. Tamam, bu burada əvvəldə görürsünüz ki, istəyir desin ki, bir dana şah gəldi, namə gəldi, mən başladım yazmağa. Gedək bunun ikinci cildinin fikir edirəm ki, buradan bu izə biraz yavaş gedəm ki, eləyə biləm. İkinci cildi 800 geçsək bu cildi görərik, amma cəlibdir, nədir oldu, bunu tapa bilmədik. Aha, birinci cild burada qutarır, baxın. Birinci cild burada qutarır və yenə elə həman tarixi ki, əvvəldə ikinci cildin axırında oxuduq, 1155 və burada da elə həman sözü yenə də qutarıbdır. Yəni, bir zamanda bunların ikisini də çap ediblər. Bundan sonra gedirik yenə bir 3-4 səhifə ikinci cildidən boşdur. Burada görürsünüz, yenə də həman universitetin kitabının cildi gəldi və bu da cildini göstərdi. İçindəki əksini göstərdi birinci cildə və yenə də bu 1296-cı ildə Rəbi ayının əvvəlində, Rəbiül Əvvəl ayında Benğazi valisi vilayəti Benğazinin şeyi bu neyniyibdi? Ehtimalən rayi-ud-dəhr indi min vədai-ud-dəhri. Hər halda belə əlin möhrü burada vurubdur. Ehtimalən deyirəm ki, bu Benğazinin şeyi, valisinin adı Dərviş Əli Kəmali olacaqdır. Belə bir şey görürəm möhrüdə. Amma indi buradan da geçsək, əgər icazələrinizlə kitabın içinə baxsaq, bu qismətdə aynı o qismətdir ki, oxudum və aşağıda da tarix 1155-dir və ikinci cildin başlanğıcına gedirik. Burada da baxsaz, burada belə bir nəxşə var imiş, yoxdur. Burada görsənmir təəssüflə. Bu birinci səhifənin arxasıdır, belə görsənir. Çox getdim. Bu birinci səhifənin arxasıdır, yəni mən bunu biraz kiçiltsəm. Bu birinci səhifədir, yazılar. Bu onun arxasıdır, belə görsənir. Və bu da onun üçüncü səhifəsidir ki, o birisi səhifədə gərək bunun üzü görsənsin. Yəni, bunu belə eləyəndə bura gərək görsənər ki, görsənir və burada Fehrist cildi sani, burada da Fehristin yazıbdır ki, onu oxumuruq. Burada gedir kitabın əvvəlinə, bu da yenə arxası səhifəsidir, görsənir və bu da onun əsli kitabın adı Əl-Cildü Sani min lisanil əcəm.
Burada da yine biraz bundan oxuyaq və görək ki, nə vardı? Gedək də axırında biraz oxuyaq. Babu zal. Daha heç burada oxumağa ehtiyac yoxdur. Yəni gedir indi zal hərfi deyə onun kəlimələrin yazsın, amma görək nə deyir? Babu zalil mu'cəmə. Məlum ola ki, ərbab lüğət cəm və təlif etdikləri kitablarında zal mücəmə üçün müstəqil bab etmədikləri bil külliyə lisan-ı əcəmdə əvaili kəlmədə zal mücəmə olmadığı üçündür. Və olduğu halda şaz məquləsi olmaqla ən-nadir kəl-mədum. Nadir yəni bir adamdakı adını qoyurlar nadir, yəni taysız, tapılmayan, az tapılan beləsi. Nadir şah deyilir, yəni ki, tapılmayan şah, az tapılan şah. Ya taysız şah, beləsi deyə bilirik. Ən-nadir kəl-mədum hökmündə olur. Əfnum-i əcəm sahibi, ehtimalən bir kitab adıdır, Əfnum-i əcəm deyə. Sahibi zərəxş və zülalidən qeyri vaqi olmamış dediyinə binaən o deyibdir ki, iki dana fars dilində iki dana söz var. Biri zərəxşidir, o da azərəxşinin olacaqdır ehtimalən və biri də zolaldır. Ki deyir bu da zolal dal zığla yazılıbdır bu ikisi. Deyir bundan sonra ayrısı yoxdur. Qeyri vaqi olmamış dediyinə binaən zali mücəmə babini tey eyləmişlər və şərəfnamə sahibi, bir tane kitab var adı şərəfnamədir. Şərəfnamə sahibi ancaq 4 lüğət yazmış bu. O da şərəfnamənin sahibi deyir ki 4 dana lüğət tapıb fars dilində ki zalla başlanar. Mesela zoğ məsələn ki ərəbcədən gəlir. Bu fəqir axir yerlərdə bulduğum lüğətləri cəm və tərtib üzrə bu məhəllə səbt eylədi. Deyir ki, məndəki o lüğətləri ki, zalınla yazıla, ola DZ ilə yazıla, onları mən tapdım, burada çevirirəm, daha gedir, tamam, bunlara gedir. Gedək kitabın son səhifələrinə bir baxaq. Bu kitabın son səhifələridir, gördük. Çünki keçən dəfə bunları görmüşük və şeydə də bunun üstündə danışmışam, oxumuşam. Bu axir sözü gəndə həmandır, heç oxumağıma ehtiyacı yoxdur. Axirdən bir neçə sətr oxuyayım, görüm ki, burada nə deyir. Əslən istifsar və səbəbin istixbar edən əslindən bixəbər və agah və mövcubindən navquf bi intibah olanlara cavab verilir ki, bundan əqdəm kəşideyi silk-i təlif və rəsideyi hədd و təsnif olan lüğət kitablarının əksəri istişhad ilə təhrir və məhəlli münasib əbyat iradı ilə təsdir olunmuşdur. Əlbəttə bunun bəlkə ön şeylərində də bir şeylər yazmış olur. Çünki demişdi ki, bir şeylər buna görə yazacağam. Burada bir şey yazıbdır, görüm nədir. Xitab-ı müstədabidə zade-i təb-i purkəlal olan əbyat lətafət məal və qəvaid səhət iştimal və zurub əmsal və baqi tərtib hica üzrə təhrir olunan lüğat səhih rivayat 22.550 lüğət səhihə rivayət sərihə və 22.450 əbyat nəzakət pəzir əla təriq istişhad cəm və təhrir və kütüb və təsdir olunmuş kütüb və təsdir olunmuşdur. Pəs beləsi indi burada dedi ki 22.000 nədir oldu? Hara getdik onu? 22.500 dana lüğət yazıbdır və deyir ki bu da 22.400 misal gətirib buna. İndi əshab-ı vüquf tam və ərbabi
دانش صحت nizam olan, اهل عرفان و نکته‌دان، حقیقت izan olan, lüğət şinasanın ulumi, elmi, müşkil guşaleridir ki, lisan farsi və zəban dəridə istimal olunan lüğət kütübi cami və müfəssəl və mütəbər və mütəvvələdə 10.000 ədəd lüğət cəm və tərtib və kətəb və tərkib olunmamışdır. Yəni deyir ki, qabaqçı kitablarda 10.000-dən çox lüğət yoxdur fars dilində. Diqqət buyurun, fars dilində 10.000-dən çox lüğət yoxdur. Bu fəqir aciz və həqir naçiz zikr olunduğu miqdar lüğəti kütüb-i mütədavilədən təcəssüs və istisqa və təfəhhüs və istinba ilə cəm və ehtimala istinbat ilə, əlbəttə o cür deyil, istinba ilə cəm və iltiqat və tərtib və irtibat eylədi. Əgərçi miyan lüğat farsidə bəzi lüğət ərəbiyyə zəm və idxal və xəlt istemal olunmuşdur və murad bəndi namurad təksir i'dad və tevfir səvad üçün olmayıb. İrad olunan kələmat ərəbiyyə ecam əcəmin cəmidir. Ecamun təsərrüfatündən olub. Kəndi lüğətləri ilə amixdə və tərkib və istemalində lüğət farsiyyəyə təşbih və təqrib eləmişlərdir. Yəni deyir ki, bu 10.000 dil əsli. Bunun mən 15.000-dən buna ərəbi sözlər ki, gedir fars dilində, fars dili bunu özünün eləyibdir, işlədir. Deyir, ona görə bunu da mən də yazmışam. Binaən əla zalikə məzkur bir qaç kəlmə ərəbiyyə nə mənaya istemal və nə halətə imal olunur, ani bəyan və əbyat müstəşhidələri əyan olundu. İndi mənzur nəzər şərifləri olan yaran münsifinin təb'i lətiflərindən və fəvaidindən mütəmətti və müntəfi olan ixvan-ı insafi ittisaf həzəratunun əltaf-ı kərimanə və kərəm-i bikarənələrindən niyaz və rica olunur ki, bu müstəqriq dəryayı üsyan vəğut xori ləcci cürmi bi payan bəndələrin bir Fatihi şərifə ilə yad və ruhi həzinin şad və dili viranın abad edilər. Biz də ölüb gedəcəyik. Bizi də əgər bir zaman bunları eşitsə sözləri ya yazıya dönsə, onları oxusaz, lütfən məni də elə bir Fatihi ilə yad edin. Çox yaxçılar. Allah buna rəhmət eləsin, ruhi şad olsun. Bismillah. Allahümme salli ala Muhammed. Allah bu kitabı yazana rəhmət eləsin, ruhin şad eləsin. Hər halda böyük bir xidmətdir insanlığa, amma bunun qədrini bilən olsa. Cənab-ı Həzrət Rəbbül İbad dəxi kəndülərin dünyada husul-i muradat və vusul-i məqsudat ilə məsrur və xəndan və uqbada rəhmət və məğfirət ihsan-ı duxuli ғurfe-i faradis canan ilə şadan eləyə. Əgər qəraət Fatihə nəsib və müyəssər olmazsa, bari ricai rəhmət rəhman və təmənnai əfv cürm üsyandan fəramuş eyləməyələr. Deyir də, hövsələn gəlmədi ki, oxuyasan, Fatih oxuyasan. Lağəl deyir ki, Allah buna rəhmət elə günahlarının bağışlarını dinə. Amin. Bu kitab-ı müstətabın cəm və təlifindən ancaq murad fəqir natəvan budur. Bu dəxi rəca və niyaz olunur ki, bir arif-i qədrşinas istinsaxinə, talib və istiktabinə rağib olur. İsə lütf və kərəmindən rica və hüsni şəminindən, şimindən, hüsmi şeymindən, ehtimalən şimindən təmənna olunur ki, şeym olacaqdır. Şeym əlbəttə nə bu anlamda ki, şeym yəni pis, o anlamda deyil, yəni utanmaq o anlamda deyil, amma burada yəni şəmim demək, məsələn, çox
yuxarı bir şey. Təmanna olunur ki, ehsan və mürüvvət edib əbyat və əşarin həz və tərk eyləməyib səmt qəsr o ixtisarinə zahib və kisrət kitabətindən rahib olmayıb, dilnişin sadə və caizimiz xatir dور ifadəsinə müvafiq olmayan məhəlləri qələt qiyası ilə təsdih qəsdi ilə halət sihhət ayat ulasından ixrac və şəkl axirə əfal idxal etməklə kitabı səhhət intisabi dili naəhlan və fəhmi nadan gibi xarab və yabab və kec və məcd الفاظ ilə biməni eləməyə ələl xüsus ki, hər lüğətə i'rab iltizam olunub. Tamam, kitab elə bu qədər görər. Əlbəttə bunun əvvəlində bir şeylər də bəlkə yazmış idi, amma getmədik görək ki, bu adam özün biləxərə burada bir yerdə gərək mərrifi eləyəydi. Görüm lüğətdir burada. Burada da lüğətdir. Elə fikir edirəm buradan başlayır. Sahibi əql səlim və dərrak və malik zehn müstəqim və tabnak olan yaran nüştəşinas və qullan həqiqət esninas, bilmirəm esninas nə demək olar, cənablərinə məxfi və məstur və təfhimindən bəid və dur olmaya ki, bu kitab fəvaid nəsab və xitab منافع انتصاب ابتدای جمع و تعلیف و اوائل تلفیق و تلفیفی جلوه‌گر فضای تفکر و نقشبند تخیل و تصور olunub sene sülsü ve seb'ine ve alif 1073. Burada da onu yazdı ki 1073'te ne olubdu? Sene-i sülsi ve seb'ine ve alif 73 1073 min hicreti men lehul izzi ve şeref esnasında suretgiri hatiri şuru'i imla ve nakş paziri endişi mübaşireti kütüb ve inşa olunub. Lakin esbab lazimi ta'lif ve havaic zaruriye tasnif cümleden kütüb-i mü'tebere ve nüsakh-i makbule müfessel ve muhtasar ve mücmel ve mü'teber olan kütüb-i lügate dastres ve husuli mültemis cümleden اقدم işgal saireden ehem ve elzem المغل برآوردگی کف اقتدار و آمادگی پیشگاه احضار و هر کتاب لغتونun müfredatun مقدم دفتر و کیفیتی ترتیبین منصه خیالده جلوگر bir از ایام مرور و bir مقدار زمان گذران و مقصود olub. آخرالامر سنه 8 و الفته 1080 دامن himmeti میان جانه بند و zeyli azimeti کرمجاه dilə peyvənd, yəni kitabına mübaşirət və cəm-ü təhririnə mübadirət edib. Yəni, biləxərə o zaman başlamışdı yazıya və bir neçə il sonra səmaniyə və əlifdə 80-ci ildə əgər şəhvəl 1080-ci ildə də deyir ki, yazmağına təkmil və cəm-ü təhrir mübarət edib. Tamam 12 sənə روز و شب مداومت و بلا انقطاع ملازمت ایله به اون الله الملک العلام رسیده سرحد اتمام و وصول انجام olub. 5 dəfə təsvid və təhrir və tərtibin mükərrərən təsdir etməklə sənə-i isna və tes'inə və əlif 92'də 1092'də xitamində ixtitam bəyaz vaqı oldu. 12 il gecə gündüz kitabın üstündə işləyibdi. Deyir ki, vaxt əslində aid şey qoymamışam da, dedik, şah da buna bir hüquq verir aydanaya. Ya cümlədən bir dəfə əvvəldə verir, deyir ki, otur yaz. Bir yol. Heç burasını keçən dəfə oxumamışdım. Yəni, indi oxudum, nəzərimə çox calib məlumata rast gəldik.
12 il gecə gündüz deyir bunun zəhmətini çəkibdi və yazıbdı. Bunu yazandan sonra vusul انجام olubdu. Tamama yetişəndən sonra 5 dəfə təsvid və təhrir və tərz tərtibi mükəddərən təsdir etməklə 5 dəfə hey dəyişdiribdi. Yəni oturub ki, bu kəlmə burada olmamalıdır, ora getməlidir, orada olmamalıdır, bura gəlməlidir. Bu belə olmalıdır. Qələtləri düzəldib. Hər şeyi düzəldəndən sonra biləxərə bunun sonu bu da yenə çəkibdir. Sonunda biləxərə etməklə səni isna və tisinə və əlif 1092-də xitamində ixtitam deyir ki, bunda qutarıbdır. Baxın, adam 75-dən başlayıb 92-də qutarıbdır. Bəyaz vaqı oldu. Zalikə fəzlullah yutihi mən yəşa və Allahu zülfəzl əzim əla qədril imkan təsih və hər lüğəti tənqih və təsrif və təhqiq məanisində bəzli qudrət və tədqiq məbanisində sərf himmət olunub. مسموع و منظور و مضبوط حافظه پرقصور olan لغاتی معانی مشهور و غیر مشهور ilə نسق مخصوص و طرز منصوص üzrə تحریر و ترقیم و اسلوب خاص و روش اختصاص ilə تقریر و تنظیم olunub. Hər bir mənasına daxil hite-i imkan və vasil حوزه اتقان olan ابیات لطایف مضمون استادان سلف و اشعار ظرایف مشهون شاعران ذو الشرف ایراد و اثبات مدعای فواید ایلمکده تحمل اعباء شاق ایله تحصیل مرام یعنی رسیده رتبه خواهش مقصد انجام دلی ناچام olub صدر کتاب یعنی دیباچه خطاب مستطابده زاده طبع پرکلان olan ابیات لطافت معال و قواعد صحت اشتمال و ضروب امثال و باقی ترتیب هجا üzrə تحریر olan لغات صحیح الروایات 22550 lüğət صحیحه روایت صریحه و 22450 ابیات نزاکت پذیر علا طریق استشهاد cəm və təhrir və kütüb və təsdir olunmuşdur. Ki buradan bu üzərində oxuduq ki dedi bir dana da mənə ruhuma da bir şey oxuyun. Ərəbidən də dedi bir şeylər alınıbdı. Buranı da oxuduq gəldik. Bura görək ki burada özün də bir adın burada müərrif eləsə çox yaxşı olar. Mən bu adamın adını göylüm istir biləm. İmdi mənzur nəzər şərifləri olan yaran münsifinin təb-i lətiflərindən və fəvaidindən mütəməddi və müntəfi olan ixvan-ı ənsaf ittisaf həzəratunun əltaf-ı kərimanə və kərəm-i bikəranələrindən buranı oxumuşduq fikir edirəm. Bu kitab müstədabın cəmi tərifdə ancaq buraları oxumuşduq. Buranda gəlmişdik. Bəli, buranın məksur və məzmun bunları getişdik bura. İltizam olunub. Məftuf və məksur və məzmun və sakinin tətvil-i kəlam olunmuş deyə tərk və ixbal. Deyir ki, hər halda bunu deməyin ki, uzanıb, sözü uzaldıbdır. Nə bilim, fətəsi belə, zəmməsi belə, filanı belə. Deyir, bunları deməyin və bunları götürməyin. Çünki kitab xərab olar. Buna mən 12 il zəhmət çəkmişəm, çox böyük iş görübdür. Görün, bizim dədələrimiz o zaman ki, heç imkan yoxmuş, özləri də fəqir imişlər. Nə gecə günüz çalışıblar. 12 il ayrı işə məşğul olmayıbdı. Çətinliklə geçinib, amma bir kitab yazıbdı. Və biz neyinirik? İxfal və tərh və ihmal qəsdin dəxi eyləm yezira hər lüğət i'rab məxsusən katib bulfuzul və qələt nevis və nasıx məslub الفهم və buradan bu yüzəstə qarqış edir ki, Allah ve kitaba əl aparanları naxoşnud elə. Tamam. Buradan çünki keçən dəfə bunları oxumuşam da oxumuram. Kitab burada qutardı.
Mən fikirlərim ki, 1 saat oldu indi. Yəni bununla belə ki, çalışırdım ki, qısa olsun, 52 dəqiqə olubdu. İstəyirəm gedim bir ayrı kitab açım. Bu günləri heç olmasa deyək ki, bu gün bir ayrı kitab da oxuduq. Harda oxumuşduq? Nəvail Füzəl. Əhməd Paşa divanı. Burada bir divan açaq görək ki, bu divan nə deyir? Divandan biraz da danışaq. Bu kitab adından bəllidir, Fransada saxlanır, təəssüflə bizim əlimizdə deyil. Görək ki, burada Əhməd Paşa Fəlzdi Vali-eddin Guifuti ilə tamam. Vali-eddin nə deməkdir bilmirəm. Əhməd Paşa. Hər halda burada Fransa bir şeylər yazıb onlardan keçək, kitabı görürük. Kitabın cildi gönün içindədir. Əlbəttə qırağı görürük. Üstəcə diqqət eləsəz, qıraq burada cırılıbdır. Gönün içindən o karton ki varmış içində ya müqəvva, o da görsənir. Kitabın cildi çox bir gözəl nəqşəsi var imiş. Arxasında bu görünür, yəni Şirazədə görünür. Qırağında olanlar hər halda əgər nəqşə də olsaydı, gedibdi bir şey qalmır. O birisi səhifəyə baxsaq görürük ki, yazıb türk və Fransa dilində yazıbdır. Burada bir tarix görürük, amma mən bilmirəm nədir. 1282-dir, yoxsa 128.2-dir, bilmədim. Burada da 1882-ni yazıbdır. Bu da elə üstəki olacaq 1882. O üstəki də o olacaq, bu da bu olacaqdır. Ehtimal verirəm ki, ikisi də bir şeydir. 17 novembr ehtimalən olsun 1882 yəni hududən 150 il öncənin kitabı olur. Buna bir tarixinə baxaq. İndi hələ deyək ki 2025-i çünki bu gün qutarmışıq. Geçmişik 2026-ya. 2026 yazaq da, niyə gedirik ki? Bundan çıxaq 1800 harada idi? 82. 1882-ni çıxsaq, bu kitab deyir, yəni 144 il öncə yazılıbdır. Belə, yəni mənim feylən bu kitabı heç zat deyə bilmirəm, çünki bilmirəm onlar nədir. Kitabın burada möhrünü görürük, ehtimal verirəm bu kitabın möhrü mənə tanış gəldi. Əvvəlində də bunlar var, burada da o möhrü yenə görürük, burada da şey vardı, ehtimal verirəm bu kitabı qabaqdan oxumuşuq. Mən fikirəm bu kitabı oxumuşuq, görüşü mənə belə gəlir, Rəhu Eyzən, özü də çox da oxuya bilmədik, dedik ki, xətti çox fərqli bir xətdir. Hər halda buna bir baxaq, əvvəldə oxucaq da budur, oxumasaq da budur, şansımıza bu günləri bu kitab çıxdı. Feylən baxırıq səhifələrinə, kitabın səhifəsi köhnəlibdir, bəllidir, sarı, əlbəttə sarı imiş, biraz da daha çox sarılıbdır. Fikirəm ki, bu kitabı görmüşüm, xətt mənə çox tanış gəlir, hətta Ləhu Eyzən ki, təkrar olur. Bu da o kitabı ki, oxumuşduq orada bizə gəlmişdi. Bu kitabın 284 səhifəsi vardı ki, hər PDF-in hər bir səhifəsində də bunun bir səhifəsini görürük. Bir özəl, yəni hər adam ki, özü bir dünyada bir dəfədir, 2 dəfə təkrar olunur bir adam, əl yazısı da bir dəfədir və 2 dəfə təkrar olunur və hər adamın, necə ki zaman gərək qoyaq, hər adamın özünü tanıyaq, elə əl yazısını da o cəqələr gərək zaman qoyaq, tanıyaq. Mən bir dana dostlar, bunu yadımdan çıxartdım, mən bir dana burada araşdırma yapmışdım, onu istirdim deyim. Fərz edin ki, biz istəyirik gedək, bir şeydə lisans alaq, bir riştədə. Mən bunu şeydən soruşdum ki, bu ChatGPT-dən soruşdum ki, İranda lisans dövrəsində neçə saat dərs oxurlar? Deyək ki, müftə oxuruq da, dövlətə də pul vermirik. Danışqa azaddır, nə bilim, şəbanədir, mən özüm də şəbanə oxumuşam. Nə bilim, nədir ki, hamısında pul veririk, oxuruq. Onlar deyil, ruzanə deyirlər, dövləti deyirlər, onların birində şans gətirmişik, dərs oxuruq, pul da vermirik. Neçə saat dərs oxuruq, bir lisans alaq, bir sərmayə qoyuruq. Yəni 4 il ömür qoyuruq da, həm evimizdə ömür qoyuruq, həm də mədrəsədə, danışqahda ömür qoyuruq. Bunların hamısı, bu 4 ildə yazılarımız, oxumaqlarımız filan hamısı bizi, məsələn, icazə verir ki, bir riştədə gedək, bir işə başlayaq. Əlbəttə ki, kamil mütəxəssis olmuruq, gedək işləyək, mütəxəssis olaq.
işdə mütəxəssis olaq. Amma neçə saat oxuruq? Mən bunu buradan soruşdum. Dedi ki, doğru lisans məmulən 8 termidir. Mühəndislər 9-10 termə də çıxada bilərlər. 130-140 vahid gərək dərs oxuyalar. Hər vahid 17 saatdan ibarətdir. Burada yazıbdır, hududu 17 saat amuzış huzuri teorikdir və 34 saat azmayışgahı əməlidir. Ki, bu da bizim, mən özüm bunu yaşadığım üçün deyirəm. Məsələn, deyir ki, 3 saat nəzəri olar 51 saat. Yəni, bir vahid üçün bir dərs üçün 3 vahiddir, o 51 saat o termidə gərək dərs oxusun nəzərisi. Əgər bunun əməlisi var, eşiyə getməsi var, o başqa bir şeydir. Buna deyir ki, 130 ya 140 oxulsa, deyir ki, vahidi nəzəri olsa bunlar ikisi 2210 saat huzuri klasda olar və əgər şey olsa, 140 vahid tutsaq, 2380 vahid oxumalıyıq, saat oxumalıyıq. 2380 saat. İndi biz istəyək ki, türk dilində lisans alaq. Bunu niyə dedim? İstəyək biz özümüz İnsafəli Hidayət istəyə özün bir türk dilində əl yazmada mütəxəssis eləyə. Gərək nə qədər oxuya ki, lisans həddində çata. 2210 saat ən azı, amma çünki bu hamısı işdir, 2340 saat gərək vaxt qoya ta bunu öyrəşə. Ən azı. Yox, üzr istəyirəm. Nəzəri əməli də hər ikisi bir yerdə olsa 2340 saat gərək vaxt qoya ta öyrəşə. Mən buracan 200 deyək ki 60 cələsə vaxt qoymuşam. Hərəsində 2 saat qoyaq üst-üstə, azı da olubdur, çoxu da olubdur. Deyək ki 700 saat vaxt qoymuşam. Gözəl gəlmişəm qabuğa yəni. Yəni gözəl gəlmişəm. Və dostlar, sərmayə qoyması xəsis götürənlər. Necə bu kişi o zəhmət çəkibdi, 12 il zəhmət çəkibdi, biz də elə zəhmət çəkməliyik ki, bir şey yaradaq, ad qalsın bizdə. Yoxsa ad qalmaz. Gedək kitabımıza baxaq, bu kitab ki, açmışdıq, şeir divandır. Onu sürətlə vərəqlirəm ki, görək bunun xəttləri değişir, yoxsa gedir. Bunlar da cüddülər. Bu səhvədə bəlli olan cüd səhvələr düşür kitabın belə açmağına. Görürsünüz ki, şeirin axiri düşmür. Baxsaz, şeirin axiri təqribən görsənmir. Amma o zaman ki, yox, burada indi o dediyim cüd səhvə idi, bəli, cüd səhvələr oturdu. Bu fərdi səhvələr ya tək səhvələr nə mənədir? Görünür, kamil şeirlər düşüblər. Bunu da burada deyək ki, geçsin, sürətin çoxaltdım. Burada bir yazı gördüm. Kitabın qırağında bir ayrı xəttinə bir şeiridir filandır, ya hər nədir yazılıbdır. Çox cəlib. Burada da bir ayrı bir şeir yazılıb, amma bir şey yazılıb, amma oxunmur. Burada da Fəransənin kitabxanasının möhrü də hətmən vurulubdur. Onu da bir neçə yerdə gördük əlbəttə. Burada da bir yazını qərəliyiblər. Bu kitabın cuşəsində bir yazı yazılmışmış, onu qərəliyiblər. Burada da bir möhür var imiş, oxunmaz. Əlbəttə ki, oxunmaz. Yenə də möhür təkrar olubdur. Yenə də möhürü basıblar ora. ...250'yə yetişdik, çox qalmır. Belə indi buradan bu yüzə bir dənə, aha, buradan bu yüzə 99-cu ildə yazılıb kitab. Yəni, indi dostlar, bizim İslami tarixdə, hicri tarixdə, hicri qəməri 1447-ci ildir. Bundan çıxsaq 999-cu ildə bu kitab divanı. Əhməd Paşa divanı 284 səhifə və yazı sənəyə 999, yəni neçə il? 478 il öncə yazılmış bir
divanla qarşılaşırıq. Qeydib gələndə bu səhifə 273-dür. Bura baxarıq, bunu rədd eləmərik, keçmərik. Yəni rədd eləmək, yəni keçmərik. Buradan sonra da bir ayrı xəttinə bir şeylər yazılıbdır. Yenə də yazılıbdır, çünki kitabın sonudur da. Bunlar ayrı adamlar alıblar. Baxarıq, görürük ki, bunlar nədir? Balazər xanımdan zaddan belə bir şeylər yazıblar. Və kitab qutardı. Bu da kitabın son əkslərini görürük ki, nə keyfiyyətdədir. Qeydaq bu kitabın əvvəllərindən başlayaq. Görək ki, nələr var. Burada gördünüz, bu tarix Volyum C 134-cü filan olacaqdır. 17-yi mən november görürəm. Bəlkə də o deyil, amma 1882-də gedib bura. Dedik ki, bu kitab İslami tarixdə adam özü tarix qoyubdur. 478 il bundan öncə yazılıbdır. Burada da imzasını görürük, ya möhrünü görürük, belə bir möhürdür. Bu möhür şey zamanında çox idi. Bu model möhür Osmanlı dövlətimiz zamanında çox idi. Burada görürük ki, bu səhifəni ki açmışıq, burada görürük ki, çoxlu ayrı adamlar, çoxlu götürüblər bunun üstündə yazılar yazıblar. Hacı Süleyman Kecunun əlili nə mənə oxunmur. Sahibi Molla Siyah. Nə mənədir belə bir şeylər. Dilbəri məktabidə dürəbən yuəlimi açar müngəz ey müəllim lütf edəyi bən şərq ezadı iyəl. Nə mənə başladım. Oxuya bilmədim onu nədir. Burada da bir tarix yazıbdır. Bunu yazan, burada bir hesab yazıbdır. 1, 10, 20, 30 beləsi gedib ta minəcən belə yazıbdır. Aşağıda da bir dənə şeir kimi bir şey yazıb, bəlli deyil nə mənədir. Yekçər nəvədü lillahi bi ketbi farsin. Qarsın. Bu görək bunu dəyişdir. Biz əvvəl çevirsək oxunarmı? Yekçir yençir Nudullah Beki Nurullah Bey Qazisin Bənçər Nurullah ya Yekçər Nurullah Bey Qazisin vururum nə mənə 900. Burada da sənə 918, bu da 4. Belə bir ədədlər də burada yazıbdır. Tarix 900 oxuyacaq. Tamam. Buradan indi bu səhifədə fəqət bu tarix, bir dənə tarix gördük. Yəni eləyə bildik onu oxuyaq. Yenə də o birisi səhifəyə gəlirik. Sən bana gecə bəsəncən var gözün, gönüzün oxuya bilmirəm buranı da. Divanın özünə gedək. Görək ki, divanın özündə nə cür başlayır. Divan-ı Əhməd Paşa əleyhürrəhmə. Əhməd Paşa bunu bir yazmışmış. Bir nəfər götürübdür bunu tənsix eləyib, nüsxə eləyib. Ona görə deyir, özünə demir Əhməd Paşa. Əlbəttə ola bilər də özü desin ki, Əhməd Paşa divanda beləsi desin, amma mənim nəzərimə biraz beləsi gəlməz. Zülfi kəmənəndaz tu bərməh çeşəd zəncir ra bər qəlb xورشید افکند هندوی çeşməd tirda. Burada ra deyildi. Ta deyil ikisində olacaq. Zülfi kəməndəndaz tu bərməh çeşəd zəncir da bər qəlb خورشید افکند هندوی çeşməd tirda. Mahı indi burası oxumaq çox zordur da. Yəni bunu nə oxuyayım mən indi? Canu nanu cahu xəncərət pabənd ömri cavidan. Bu dal olsa cahi dadcahu dadcan. Əgər bu d olsa, bu da d oxusaq, can
دادگان جان دادگان خنجرت yabende ömrü cavidan. Tamam. Burada dılarla nuları təşxis verdik dostlar. Əgər baxsaz, mən bunu yekəldirəm. Onlar iki baxırlar, görsünlər. Baxın, bu ikinci sətridir. İkinci sətrə baxsaz, burada nunla dalı görürük beləsi. Yenə burada hedi, bu hedə bunlara bənzir və burada dal, nun görürük. Əlbəttə, əgər bunu da ca oxusaq da, yəni burada xəncərdir, bu da cadır. Biz bunu oxucaq. Can dadegani xəncərət yabendegi ömrü cavidan az ab جو آن از آب جو آن دانه آب مگر شمشیر دا. Burada dame آب مگر شمشیر دا. آب روان آب روان را ورد چمن ورد دهی چه خودا آب روان را در چمن از عارضت شیدا چمن. آب روان را در چمن از عارضت شیدا چمن. باد صبا زان می کشد بر گردنش زنجیر دا. گردد به هجر ایختن خونین دل آهوی خطا. گردد به هجر این ختن به hicrayı indi burada biraz daha çətin oldu. Gərdət به هجرای ختن خونین دل آهوی خطا. از رشک آن تیری که تواند اختن نخجیر را. از رشک آه تیری که تو انداختی نخجیر را. تمام اخدوخ. بحر گزند عقرب زلفش فسون خواهد نوشت. تو در تور o cür değil. Orada bir tur şabat nur şabat ne tür olmaz ki. Neveşte okuduk ama neveşte olacaq. Bəli, o r bilmirəm nə mənadır. بحر گزند عقرب زلفش فسون خواهد نوشت. خطش که پیشه کن احمد چو عود از گون پیشه کن. احمد چو عود از گوش جان بشنویند پیر. گوش جان بشنویند پیر دا. Tamam. Buradan Farsi'de eğer Fars olsa oxumayacaq. Yəni bu tamam. Buradan Farsi'de eğer Fars olsa oxumayacaq. Yəni bu bizim birinci sözümüzdür ki, gedərsəm eşqindən sənəma. Eşqindən sənəma. Bəni bu zəafım اوجیندن yenə məndən verə səba. Nə mənə deməkdir? Tamam, görürsünüz ki oxumaq olar, amma biraz hıqqınmaq lazımdır, biraz zəhmət çəkmək lazımdır ki, bu şeirin qıfıllarını aça adam həm mənasına girək düşünək, həm yazısının nə cür yazıbdır, nə cür əlifi, beyi, dalı, zeyi bir-birinə yapışdıranda nə edibdir? Əslən bunları bir dənə hərfi nə cür yazır? Məsələn, dala baxın, görün nə cür yazır? Yəni, çox cəlibdir bunun yazısı. Xəlq dünyaya yerim
تلر من امن باد شما. خلق dünyaya yerim, yerim tilərəm. Nələ mən o nələm bu necür nə mən oxunacaq? Tilərmən adən lezzət istərsən səkkərinab həmən şəkkərinab. Ləbündən ləzzət istərsən şəkkərinab. Rüxündən rəng o mürkül bir gül sirab. Rüxündən rəng o mürkül bergi sirab. Bilmədim o bergi sirabdır nədir, onu oxuya bilmədim. Saçın bir xeymədir bağı rüxündən. Saçın bir xeymədir bağı rüxündə. Ki agah rəsti-i candandır tənab. Ki ana rüste-i candandır tənab. Xeymənin tənabı candan, rüste yəni nədir? Candan çıxmış, candan göyərib çıxmış rüstə. Qaşın, qəşəng deyil. Bu fars qoymur da, fars dili bizi. Qaşın bir qovz çəkdiyi müştəriyə ki yüz olmuş ana ənbəri nab. Cəmalın məscidində qıldı qaşın. Cəmalın məscidində, cəmalın məsciddir. Cəmalın məscidində qıldı qaşın. Cəmaət çün akəzuyi bu kəzuyi yümmədim badə nəzərdən. Baş ummaq, yəni arzu eləmək, umuram. Məsələn, adam uman yerdən kəsər. Yəni oraya ki umudumuz vardı, oraya ki sevirik, oraya ki çox bağlıyıq, oradan küsər. O ummaq. Amma bu kəzubi nə deməkdir? Onu bilmirəm. Kəzubi yümmədim badi nəzərdən. Nədənli cor oğun etdisə pərtab. Nədəndir cor oğun, oxun. Nədəndir cor oğun etdisə pərtab. Şəha yüzüm suyu az türdi əşküm. Şəha yüzüm suyu az türdi əşküm. Nə altındır ki ronaq verdi səhab. Simab. Nə altındır ki ronaq verdi simab. Sınıq əhdün müdirri bu zülfi pürçəm. Sınıq əhdün müdribü zülfi pürçəm. Qəra təxtüm müdara müdür ol çeşmi pürxab. Qəra bəxtüm müdür ol çeşmi pürxab. Müdür nə deməkdir? Mədr, modr nə deməkdir? Qəra bəxtüm müdürri ol kimya dünyada nayab. Tamam. Ben bunu biraz kiçildim. Gedim bir 10 səhifə gedim o üzə. 20-ci səhifədə görüm ki bir şey oxuya bilirəm ya yox. Tamam. Tuba gul oldu.
بی قدün ki qamət həmin ola. Oxuya bilmədim onu. Tu qəddünə qəddi ki توبا قل oldu bi qəddi ki qamət həcib ola. Hüsnün cahan yıktı qiyamət həmin ola. O da həmindir bəs. Toba qul oldu qəddi ki qamət həmin ola. Hüsnün cahanı yıktı qiyamət həmin ola. Qiyamət şahidi budur ki, sənin gözəlliğin dünyanı dağıtdı. Salındığınca sidre-i sır münteha qəddün. Salındığınca sidre-i sır münteha qəddün. Zafer de ehtimalı tefrubi hüsnü qədə nəhayət həmin ola. Tefrusi bilmirəm, bunu oxuya bilmirəm. Hüsnü qədə nəhayət həmin ola. Aşkım cahan tutdu, ben ab üzre yürüdüm. Aşkım cahan tuttu, ben ab üzre yürüdüm. Derviş eşq bazın keramet həmin ola. Derviş eşq bazə keramet həmin ola. Lafzi künan yazmadım, yazdım aduni. Lafzi kenan yazmadım, yazdım aduni. Na yazıbdı, bilmirəm nə deməkdir. Can Cəbrail oqudi malün cəmalı ki ayət həmin ola. Yar əl otuqdi qətl üçün ben yüzün görüp. Yar əl ötüddi qətl üçün ben yüzün görüp. Bərmək götürdüm üşdən. Zülfündə ғəm yedügi kifayətdür Əhməd. Zülfündə ғəm yedügi luqmə ilə fürqə buldu, kifayət həmin ola. Gedək 30-cu səhifədən görək ki, bir şey oxuya bilirik. Gülü tazə pərvə bəxt افیسی جناب مولای حق مربی حلیسی جناب مولای حق مربی حل خلقو مربای حق زمین و خلقو مربای حق زمین و فلک در غباری رهون زمین و فلک در غباری رهون ازل تا ابد در تماشا جهون زمین بوس قدرün تو Cəbril edə. Zəmin busu qədrün tu Cəbril edə. Bəşər sanə nədəllah təcmil edə. İhtimalə. Zəmin busu qədrün tu Cəbril edə. Bəşər sanə nədir ya nədən bəşər sanə nədən lillah bir təcmil edə. Belə bir şey. Həzaran salat و həzaran salam. Salam sana olsun ey dürci kiram. Muhacirləruna və ənsarlarına.
muhacirleruna ve ensarunna çar yar ki olsun vücudu ahaline. Bu hakdan mən bud cud olacaqdı o da əlbəttə. Bilmədim o nə cür. Ki anın hər birin eyledün bigeman tü nəsinim ki ərşə qıldun qərin. Tü na'lini ki ərşə qıldun qərin sucudur mi'rac qurbət mi'rac haqq din nə oldu oxuya bilmədim. Məhzun nə oldu oxuya bilmədim. Məhzun təcik qurdan da vardı. Onlardan olacaqdı. Fa və ya və bi və sin beləsi bir şey olacaq ehtimalən. Mən bunu kamil də oxuya bilmirəm. Rəqəmsaz məcmuəyə fi və sin möhdari توقیع لا ریب sin. Aha, rəqəmsaz məcmuəyə qeyb sin. Sənin üçün kainat. Sənin üçün qonaqlatdi üçün kainat şefaət suyundan son abi hayat. Tamam, davamı var. Bu uzun şeirdir. Bundan geçək. Çox oxuduq. Şidaq 40-cı 50-yə geçdik. 52 diyor hətta. Görək ki 52-də bir yarımçılıq şeir vardı. Üstdən getdik gəldik 50-yə. Uzun şeirlər var bunlar. 49, 50. Bəzən vaqəən çox çətinlik çəkirəm bu xətti oxumaqda. Rəşkün kim olmuş ana pərdə tər la'l. Hər daneyi düşərdi bir gözümdən həzar la'l. Xakir qudi dilimdə ləbün gözümün qudi yamkar la'l yadigar la'l. Dərci ya dürci ləbün gözümdə qoydu yadigar la'l. Yüzün bu nə fələki xiyalinə qən mərcan ləbün xiyalinə qən yürüp ölünün edir. Bu nə oldu başlamadım. Adız yazsalar xətti öz yazanına taysızdır. Onun üçün bunu oxumaq, məsələn gərək bundan biz bir 10-20 səfə əvvəl oxuyaq, gözümüz bunun hərfləri nə cür yazır və nə cür bir-birinə yapışdırır. Yavaş eləyə bilək ki, bu adamın əl yazısını tanıyaq. Elə bir şey yoldaş istəyirik ola adamın özü ilə də. Adam əvvəl bundan bir salam əleyk eləyə, bir otura, dura, bir saat, 2 saat ilə, ələğı ilə, geyimi ilə, əxlaqı ilə tanış ola. Yazı da o cürdür. Yazı da eyni bir adamdır. Bunu tanımaq üçün əvvəl bundan keçinməlisən, yavaş-yavaş bunu tanımalısan. Elə ki, tanıdın, rahat olarsan. Eyni dostlar kimi ki, bir-birlərini tanıyarlar, rahat olarlar. Gedirəm indi 100-ci səhifədən. Görək ki, bura 103, 102, 101, 100. Bu da şeir uzundur, özdə möhrü vardır. Xəlvəti dərvişlər, hizməti dərvişlər. Məhu can tapsudur hizməti dərvişlər. Cümlə müştaqlərin
şahidi məqsudlara şahid و məqsudi Budən belə bir şey yazılıb, oxuya bilmirəm. Göstərir ayini tələt dərvişlərin xaneyi mali səhidən çəkibən xeymeyi mani sahi himmət dərvişlərin. Ben künüşü kursi diğer oxuya bilmədim. Heyf eləməyim. Xətti bəzi yerdə vaqəən, yəni həman xətti ha, amma şeirdən də bir şey adam gərək baş tapa ki, eləyə bilər bu şeiri düz heç olmasa bir şeir də çox gözəldir ikinci bəndə, amma birinci bəndin, yəni bir beyti əvvəl misrəni oxuya bilmirəm. Hardan başlayıb buradan? Gedək. Dərir soldururlar. Gülü bağı səadət soldururlar. Məhi bürci şərəf toldurur. Ədi bağı ruxunda. Bəhari hüsn adi bağı ruxunda. Bənəfşə bitmədən bozdururlar. Çizib cisulərin reyhan sümbül bənəfşə səçlərini yoldururlar. Çəkib çak etdi qəmdən cübbəsini gül. Çəkib çak etdi qəmdən cübbəsini gül. Çəkər qani ilə xunçə. Gər gülü güncidi, gər türğə dəğən öldürürlər. Onun üçün türğə burada şeir oynamağa başlayıblar kitabın üstündə. Bir şeir yazıblar hər halda. Dedim bəlkə oxuya bilərəm onu delə eyni o vəziyyətdə. Roşən yanında Mah-ı Məsud pənahın. Roşən yanında Mah-ı Məsud pənhan dəhənindədir Mənsur. Acaba beləsi oxunacaqdır? Zülfün ki, nə oxusam daha yazdım, nöqtəsi yoxdur. Zülfün ki, ruxunə saldı sayə, çəkdi günəş üzrə, bu ruzəni çeşm olam roşən, çün gögülüm ocağı ola. Dur, pornur mən istəyirəm oxuyam, amma o cür oxunmur. Pərdvur, belə bir şey, baş tapmadım. Canım məcəsi qəlbi ləbində. Canım məcəsi qəlbi ləbində. Oldu pərubali şəkər alud. Oldu pərubali şəkər alud. Bir dür edin ki dolə məqam Məhmud. Hələ mən bu kitabla tanış olmamışam. Gedirəm 250-ci səhifədən görəm ki bir şey oxuya bilirəm. Hərf-i qeynidə bir şey yazıbdır. Xəşm ilə çəşm qəsr dili can edər dəriq. Xəşm ilə çəşm qəsr dil و can edər
dəriq, küfr ilə zülf adət iman edər dəriq. Küfr ilə zülfi qarət iman edər dəriq. Ehtimalən arət mən oxuram amma. Məstanə gözlüz yıkıb ehtimalən, bilmirəm bu nə cür oxunacaq. Yıkıb qanım içə məstanə gözlüzlün tənuri qəmdə bəqrimi biryan edən dəriq. Xeyli xiyali əqli pərakəndə mal edib. Baş tapmadım nədir? Xeyli xiyal əql pərakəndə mal edib. Cəmiyyətün zülfü pərişan edə dəriq. Bağırxında zülfü zənəxdان həsrəti cənnət çinarə bana zindan edə dəriq. Mehnət kəmani cor oğlə canu mal alıb. Mehnət kəmani cor oğlə canu mal alıb. Ama mal olacaqdı. Ehtimalən bunu bir-iki yerdə də görmüşdüm, oxuya bilməmişdim. Vəli nəzərimə ki, canu mal gərək oxuyaq, amma məl yazıbdır. M fasilə L. Belə oxuram. Bəlkə də qələt oxuram, amma beləsi oxunur. Mehnət kəmani cor oğlə oxura, yəni oxu ilə. Cor oğlə canu məl alıb. Həsrət qılıb budur güyü qan edə dəriq. Köyü ehtimalı. Bu köyü qan edən dəriq. Dörü qəmərdə fitnələr. Görək bu 192-ci səhifədə bir şey oxuya bilirik, yoxsa yox. Gözəl bir məfhum yazıbdır, amma bunun indi oxumağı da çox şey. Naləmi zimzimeyi murğ səhərdən ərəsən, mərəsən, belə bir şey, mərəsən olacaqdır. Qan olduğumca, ya qan olduğuma etmərsən badı səba. Xak görəsən. Ayəti ehtimalən nönəhalə gəldi səfərdən sorəsən. Gözümün yaşı gibi dələbi peyki nəsim. Nəçün saldı bəni eyni nəzərdən sorəsən. Qüssə-i mal qüssəmin qüssələrin yadı rükn ahimdən. Qüssəmin qüssələrin yazarkən ahimdən. Gərək beləsi oxuna, yəni onlar dəfə bunu zehnidən keçirdəsən, ta eləyə biləsən, bir məni verəsən, oxuyasən. Qüssəmin qıssələrin yazarkən ahimdən, xamələrin döğən nameyi fulandan. Heyf. Oxuya bilmirəm, çox besavad. Gedim 250-yə görüm ki, oradan bir şey oxuya bilirəm. Çox gözəl kitabdır. Heyf. Mənim savadım çatsaydı bunu qəşəng oxuyardım. Çox gözəl şeirləri var.
Dün gece mehmanım ol mahi cahan afruz idi. Dün gece mehmanım ol mahi cahan afruz idi. Nuri mestinde dönüm qədru günüm nuru zaman. Oxuya bilmədim. Nuri mestindən dönüm qədru dünüm qədru günüm nuru zaman. Şayədə zəmin. Eyşi nozində gül yüzlü ləbün camilə. Eyşi nozində gül yüzlü ləlün camilə. Eyşi nozində ey gül yüzlü ləbün camilə. Bu xətti piruzən gibi talihim piruz ərəyi. Heyf, hələ bu huruf çoxu bunların zadeyi, piruzzadeyi. Eyşi nozindeyi ey gül yüzlü ləbün camilə. Bu xətti piruzən gibi talihim piruz edəyi. Tamam. Ben bu kitabı xərapladım. Zorum çatmır qardaşım. Savadım çatmır və bu xətt çox gözəl bir xəttdir. Əlbəttə, əslində deyim, yəni mən bunu etiraf edeyim ki, xətt çox gözəldir. Amma mən bu xətlə tanış olmamışam. Bəli, bu xətti bir saat bunun üstündə çalışsam, fikirəm oxuya bilərəm. Bir saat da deməyək, məsələn, o Türkiyədə bir serial vardı, orada dizi var, orada deyir ki, bir saat oldu, olmadı 2 saat olar, olmadı 3 saata, amma şeyi yoxdur, yəni. İndi mən də o cürsü, yəni garantisi yoxdur ki, 1 saata, 2 saata, 3 saata, amma bunu hər halda oxumaq olar, bunun rəmzin aşmaq olar, bunun yazmaq rəmzin və düşüncə rəmzin aşsaq, düşüncə rəmzi bunun mənasını anlamaqdır. Bu adamın şeirləri nə haqdadır? Bu, bunun düşüncə rəmzidir. Və bunun o hangi anlamları istir şeirdə yetirə, ona bir diqqət açsaq, onun məna anlamını anlarıq. O mənaları kəlmələrə, sözlərə tökür, yazır. İndi bu yazını da açsaq, sonra o sözləri bir burada tapsaq, yəni o yazıdan o sözləri çıxarsaq, sonra bunu mənada, beyində düzsaq bir-birinin dibinə, onun oxumağı rahatlaşar. Amma bunun üçün biraz vaxt istir, biraz da hövsələ istir. Təəssüflə bizdə vaxt var, hövsələ yoxdur. Yəni ömrümüzü nə ilə tələf edirik? Çox şeylə ki, ərzişsiz bir şeylərlə həm də tələf edirik. Televizyon qabağında uzanırıq, futbola baxırıq, nə bilim, bəzi dostlarla dadsız, duzsuz sözlər danışırıq. Ailədə başımızı davıya, duviyə, sözə, fulana qatırıq. Bunların yerinə bəzi gəlgetlər, bunlara qatırıq. Bunların yerinə otursaq, bunu oxusaq, məsələn, bir aydan sonra bu kitabı oxuya bilək. Yəni, bu kitabı dünyada neçə nəfər oxuya bilir? Ya neçə nəfər şansı gətirib bu kitabı oxuya? Bunun üstündə bir həftə çalışsa adam, bu kitabı oxuyar. Bu kitabı oxuyandan sonra bunu da şey eləyə bilər. Mən indi bir dənə bir iş görürəm. İndi bunu da zorum çatmadı. Bəli, burada bir iş görəcəyim. Yəni, görüm ki, bu internet də mənim kimi zəifdir, ya bir iş görə bilər. İstəyirəm bir şeir tapam ki, əvvəli ilə axırı bura yerləşsin səhviyyə. Çünki bu şeirlər ki, indi görürəm, bunların hamısı uzundur. Gəldik kitabın sonuna. Qoy elə bu səfərini salaq da, neyniyək? Bax, bunu elə buradan əksin salaq. Görək Google bunu oxuya bilir ya yox. Əvvəl bunu edit eləyək ki,
Kiçilsin və yerləşsin bu şeyə. Tamam. Bunu bura qoyandan sonra gedək bu Google-i açaq, görək bu ChatGPT-ni açaq, görək ChatGPT bunu oxuya bilir, yoxsa oxuyamır. Görək ki, göndərdi bura. Görək bunu oxuya bilir ya yox. Da bunu da yekətmişik da, deyə bilməz ki bu şeydəyi. یک متن دست‌نویس است که با الفبای عربی فارسی خط شرقی نوشته شده و به احتمال زیاد به زبان ترکی است. شاید ترکی آذری یا ترکی عثمانی متأخر محلی، چون شکل واژه‌ها و ساختار جمله‌ها فارسی یا عربی خالص نیستند و الگوی نوشتاری شبیه متون ترکی با عربی است. نکات قابل تشخیص از ظاهر تصویر: متن در 2 ستون نوشته شده، خط شکسته و غیر رسمی است. شبیه یادداشت یا قطعه ادبی şiiri. روی بسیاری از سطرها خط خوردگی مورب دیده می شود. Oxuya bilməyib də oturur buna gətirsin. Tamam, bu oxuya bilmədi. Acaba bizim bu dostumuz, yəni Google oxuya bilərmi? Yəni burada Google-ə də bir şans verək. Görək ki, Google bunu oxuya bilərmi? Hara getdin? Getmə ki. Tamam. Görək burada yazdıqları nədir? Ha. Elə burada özümüzə bir weblog açaq. Weblogımızdan bir səhifə açaq. Bunu qoyaq feylən bura. Silərik da. O yekəlikdə şeydən bir dana bunu düzəltdi. Bunu da eləyək mərkəz. Ani kirani چون اولیه و اولادی هر طوردی اندر تسلیم خاش او زیادی کنهی دیوکی لرز tamam. Dediyim kimi bu şeydə yazıbdı və bizim dərdimizə dəyməz. Yəni oxuya bilmədi. Heç birisi bunu oxuya bilmədi. Tamam. Dostlar, 2 saat 1 dəqiqədir bu 2 kitabın üstündə çalışırıq. Birinci kitabı dünən oxumuşduq, onun üçün eləmədik. Heç bunun da adını qoymayaq. 269-cu, 59-cu 1. Elə bunun adını qoyaq 262-ci. Çünki ikinci kitabı da başladıq, burada oxuduq. Ya da elə qoyaq o cüz qalsın, heyfdir. O kitab üçün oxuya bilmədik, onun adı qalsın. Deyək 2 kitab oxuduq bu cələsə. Allaha şükür olsun, bu günləri 2 kitab, birinci kitab üçün dünən oxumuşduq, bu günlərdə oxuyanda rahat oxudum və taza bir şeylər, axirdən izafələr də oxudum. Çox gözəl bir mətləblərə rastladıq. Və ikinci kitab gördük ki, Əhməd Paşa Divanı deyə adı var. 284 səhifədə şeiridir. Əvvəldə bir şeiri farsça idi, məni qorxutdu, amma qalan şeirlər oradan ki gördük türkçə idi. Yazı hangi ildə yazılıbdı bu kitab, bu şeir? Bu divan 999-cu ildə qutarıbdı. Onu da burada görürük. Elə indi onu getməyək buradan. Bu axir səhifələrə baxanda burada tərsə bir tarix qoyublar. Mən bunu çevirirəm ki bunu oxuyaq. Baxın burada bir tərsə bir yazı qoyublar. Burada bilmirəm Saray Məhəmməd Ağa surə ərəbcə şurəş və daima باقلا رود صدای siyah. Nə mənə an bəlayı siyah. Bunu 999-da bunun ölüm tarixini yazıblar. Bu adam kitab ondan qabaq yazılıbdı. Bunun ölüm tarixini 999-cu ildə yazıblar. Hər halda bu yazı, bu şeir, hər şey hadisi bu yazar deyil. Yəni bu tarix ki bu adama qoyub, bu bir ayrı adamdır. Bu adam da onu alıbdır. Onda bu kitab yazılmış yerimizə gəlsin, görək fərmayət. Dökülmüş lalənin yerbağı olmuşdur fənadidə. Yerbağı olmuşdur fənadidə.
dökülmüş lalenin yaprağı nateraşide. Sınasan bir aşıktır. Sınasan bir aşıktır. Cələsidir nateraşide. Gene Rəhimi deyibdir ki, çeşmin altındaki xalun görünür qərşüdən. Çeşmin altındaki xalun görünür qərşüdən. Çeşmin altındaki xalun görünür qərşüdən. Bənzir düşmüş ola ahuden. Burada da şeirlər, müxtəlif şeirlər yazıblar. Burada da müxtəlif şeirlər yazıblar. Bu şeyə rəbti yoxdur. Yəni bu kitabı alan ki, o tarixi də qoyubdur. Ya o yazan, hər kəsmiş bu kitabı ondan demiş, o bunları yazıbdır. Biz da bunu gördük. Allaha min mərtəbə şükür olsun ki, bu günləri bizə ömür və fürsət verdi. Türklər yazdıqları və yaratdıqları türk dili uyğarlığından və türk yazısı uyğarlığından iki kitabla tanış olduq. Biri Lisanul Əcəm 1844 səhifədə Fars dili haqqında, lüğətləri haqqında lüğət toplayıb adam 24.000 neçə yüz ya 25.400 lüğət toplayıbdı. Onları yazıbdı və ikinci və 12 il bu kitabı yazmağa zəhmət çəkibdi. Deyir ki, istirahətsiz gecə gündüz bir ayrı işə baş qoymadan bu kitabı yazıbdı. Və kitab Osmanlı'nın Osmanlı'da çapa verilibdi. Kitabın yazılması tarixi 1075'də başlanıbdı, 1092'də kitabın yazılması qutalıbdı. Yəni 372 il öncə bu kitab yazılmağa başlanıbdı. Və 1017'də bunlar da ayrı bir şeylərin tarixidirlər, onlardan geçək qırağa. 1155'də bu kitab çap olubdu İstanbul'da. 3 adıyla tanınır, amma kitabın özünün üstündə adı, başında yazılan ad Lisanul Əcəmdir. İkinci kitab ki, bu günləri tanıdıq, türklər yaratdıqları dil uyğarlığından və düşüncə yazı uyğarlığından bir dənə divandır. Əhməd Paşa Divanı adında 284 səhifə ən azı 999-cu ildə bu kitab bir nəfərin əlindəymiş. Yəni 478 il öncə bir nəfər bu kitabı alıbdı əlinə, sahib olub bu kitabı. Və orada bir tarix qoyub, bir nəfərin ölümü. Bəllidir ki, bu yazı ya şairin, yəni Əhməd Paşanın ölüm tarixidir, ya da ki bir ayrı adamın ölüm tarixidir. Hər ikisində də bunu bizə göstərdi. Bu kitab bu tarixdən çox öncələr yazılıbdır. Təəssüflə görək ki, bu əcəba hansı zaman qələmə alınıbdır? Görək buna bizə bir şey yazır ya yox. Əvvəl bunu divanə eləyək ki, divanə olubdur. Görək, əcəba burada bizə bir tarix verir ki, bu kitab hangi zaman yazılıb ya yox. Yenə bilmirəm nədəndir bu kitab şey olur. Sualın tarixi və müşəxəs və Divan Əhməd Paşanın qələmə alındığı zaman dəqiq mənabeydə düzgün nəql edilməlidir. Bunun webdən yoxlayım. Bəli, yoxla. Çox gözəl. Bax, burada bir şey dedi. Yoxla. Yəni, yoxlamaq sözü çox gözəl bir şeydir. Xoşum gəldi. Bunu mənim rəhmətli böyük babam və Gülnisə rəhmətli nənəm, Allah hər ikisinə rəhmət eləsin, qəni-qəni, günahlarını əfv eləsin. Mən nədən isə Gülnisə nənəmdən daha çox
lüğət söz yadımdadır. Bəlkə öz dədəmin nənəsi diri qalsaydı, dədəmin nənəliyi idi, Allah rəhmət eləsin. Bəlkə daha çox örgəşərmişəm. Amma nədənsə Mehdiqulu babam bununla bəlkə ömrü də çox uzun idi, həm də ağıllı adam idi, həm də çox şərəfli və şəxsiyyətli bir şəxsiyyət idi. Çox düzgün bir insan idi. Halal haram bilən bir adam idi. Amma nədənsə ondan Türkçədən bir şey öyrənim deyə zehnimdə yoxdur. Yəni indi məsələn deyim ki, bəlkə də çox danışmazdı ona görə. Yəni məsələn farsça dilə noxud hər aşa, hər aşa noxud olmurdu. Yəni hər adamla oturum danışım uzun danışmırdı. Böyük adamlar, məşhur adamlar gələndə, tanınmış, hörmət sahibi adamlar gələndə onlarla danışanda görmüşəm. Yoxsa ondan sonra elə arxasına iki yastıq, altına da bir döşəkçə qoyardılar. Oturardı orada, ömrünün sonunacan o cür oturdu. Yəni çox məğrur bir adam idi, çox məğrur. Və bunu da özündən eşitmişəm. Deyir ki, bizim kəndin xanları, biz Qəradağın xanları gəlirlər bizim kəndə və burada bir müsabiqə qoyurlar. Ki, görək kim güllə ata bilər. Bir nişan qoyurlar. Nişanı bir dənə daşdır ki, bizim orada bir şey var, Güney var. Güneydə qəbristan tərəfində deyərlər, orada nə qəbristanı deyərlər? Tətər qəbristanı. Tətər qəbristanına tərəf bir Güney var, orada bir dəlik daş var. Mən indi yadımdan çıxıb dəqiq hardadır, amma keçsəm taparam. Yəni indi nə var belə zahirən? Cavan uşaqdır, cahıldır. Özü deyir ki, cahıl cavan. Heç kəs bunu yəni adam hesablamırlar, cavan hesablamırlar ki bunu. Cavanlar gəlirlər, o xanların yanında gələn atdılar, filanlar gülləni atırlar, heç kəs vuramır. Hamı keçir gedir, daha heç kəs qalmır. Mehdiqulu babam cavan uşaq, 12 yaşında, 13 yaşında bir uşaq. Keçir qabağa deyir ki, xan, icazə versəz, indi öz dili ilə dediği, icazə versəz mən də bir atım. Deyir ki, burada heç kəs vuramadı, sən nə biləcəksən? Məsələn, bunlar güllə atanlar, güllə vuranlar, tüfəng istifadə edənlər vura bilmədilər. Yəni, onlar şu tüfəngi bilirlər, sən ki, tüfəng bilmirsən nədir, sən bunu atacaqsan. Deyir, qoy bir vurum da, sənə nə olacaq, xan? Bir güllədən nə olar ki? Xan deyir ki, bu da qərraqlanıb özünə də verin, bu atsın görək. Babam deyir, mən nişanı tutdum, daşın ortasından bir dana vurdum. O caizəni babam alır hər halda. Rəhmətlik və çox savaşçı idi. Həm özü savaşçı idi, həm uşaqları savaşçı idi. Allah rəhmət eləsin. Mən Səfərəli əmim o qədər yadıma gəlmir. Yəni, çünki çox tez öldü, Allah rəhmət eləsin. Amma əmilərim boyları uca idilər. Xüsusən Bəxşiyəli əmim, Səfərəli əmim boyları uca idi. Dədəmlə o birisi əmim, Allah bunların, üç əmim, yəni dədəmlə 4 qardaşdan 3 ölübdü. Allah Bəxşiyəli əmimə uzun ömür versin. O qalır. Qocalıbdı, o da qocalıbdı. Onun da gəl-gedinə bir neçə gün qalır. Allah uzun versin və yaxcı həyat versin inşallah. Sağlığıyla, səlamətliğinin uzun ömür yaşasın. Hətta mənim nənəmi dədəmə vermirmişlər. Yəni, babam, nənə tərəfindən babam deyibdi ki, bunlarla, Mehdiqulucuyla biz familiya olsaq, mümkün əsasda məhəlli məşhur məyonçusu inayətli Divan Əhməd Paşa həz, bəli. Əgər bəli, lütfən bəli, əgər mətni kuda mənbə ya kitabxana amədəs. Tamam. Yəni, bu adam, bu kitabxana dedik, harada bunu da soruşdu, düzdür, bu da elə yaxşı sual idi. Dedik ki, bu da ehtimalən Fransədə idi, bəli. Fransədə, deyək buna ki, və qutaraq, daha uzatdıq, yəni sözü sonda nağıla çəkdik, hikayəyə çəkdik, qutardıq. Eləyə bilmədim, da verdik bunları, eləyə bilmədim. Tamam, deyir ki, səfəsini verin, oxuyayım, sonra şey eləyim. Tamam, buradan keçdik. Əziz dostlar, mənə faydalı idi. Çox faydalı idi. İnşallah ki, sizlər də türk dilimizi və dədələrimizin, babalarımızın, keçmişlərimizin yaratdığı